Dilimizdə yaxşı bir deyim var. Deyir, həyat özü ən gözəl müəllimdir. Düzdür, bu izah edir. Amma yadda qalan dərsi də insana öyrədir. Bu gün çox insanlar öz həyatlarını özləri çəkməyə çalışırlar, özləri çizməyə çalışırlar. Bu normal haldır. Hər bir insan öz həyatını, öz hekayəsini özü yazmalıdır və qələmi də əlində möhkəm saxlamalıdır. Bu normal haldır. Amma bu yolda kimi yorulur, kimi qırılır, kimi də nə çəkdiyini heç özü də bilmir. Məsələn, vicdansızlığı, etibarsızlığı nə qədər silirsən sil, amma mütləq bir gün ya dəftərin cırılacaq, ya da o yazdıqlarının izi mütləq qalacaq. Bəzi insanlarla üzləşmək də çox çətindir bu gün. Bilirsiniz niyə? Haqlı olduğun yerdə haqsız çıxa bilirsən, haqsız duruma düşə bilirsən. Niyə? Çünki belə adamların qalib gəlməsi üçün mütləq ikinci üzləri var. Bunu göz ardı etməyin. Elə buna görə də mən çox zaman deyirəm ki, heç vaxt bir insana hər zaman yanındayam sözünü deyin. Çünki o insan sizi itirməkdən qorxmayacaq. Buraxın biraz sizi itirməkdən qorxsun. Buraxın sizi, belə deyək də, o ovcunu açan kimi, uçan kəpənək kimi görsün. Niyə? Çünki insan itirməkdən qorxmadığı müddət ərzində heç vaxt sizə görə mübarizə aparmayacaq. Düşünəcək ki, mənim yan cibimdədir və başqa şeylərə qaçacaq. Ona görə də mənim belə bir şeirim var, yeni qələmə aldığım bir şeirim var. Bu şeirimi sizlərlə paylaşmaq istəyirəm. Mən ki bu dünyada xoş gün görmədim. Çürütdüm ömrümü göz görə-görə. Keçirtdim boşuna gənc illərimi, təsəlli söyləyib, söz verə-verə. Başından yanlışdır yaşadıklarım. Ağır bir yük idi daşıdıklarım, vərdişə çevrildi alışdıklarım. Əyrini əyri yox, düz görə-görə. Pis günün ömrünü çox az deyiblər. Gecə ilə gündüzü ayrı biliblər. Yaxşı əməllərə savab deyiblər. Xərclədim ömrümü göz görə-görə. Xərclədim ömrümü göz görə-görə.